Bakıxanovdan mərkəzi ərazidən, Bakıxanov rezidensi binalarından satışa 2 otaqlı mənzilimiz çıxıb. Təqdimatını birazdan eləyəcəm. İnşallah izləmədə qalın. 80 nömrəli məktəbin, 310 nömrəli məktəbin yaxınlığından stansiya Bakıxanovdan görürsünüz bax, yerləşmə yeri. Uşaqların əyləncəsi üçün belə bir şey koçelisi var həyətdə, binanın həyətində. Görürsünüz. 2 dənə sürət lifti var. Bax, biri burada, biri burada. Bakıxanov Residence 11-in 4-cü mərtəbəsi. Yerləşmə yerini göstərdim. 80 nömrəli, 310 nömrəli məktəbin yaxınlığı. Stimul Hospitalın arxa tərəfi. Bax, girişdə belə bir hol hissəmiz var. Qanunlu 2 otaqdır. Belə bir şkaf yığılıb giriş hissəyə sağ tərəfdə. Solda isə sanuzel. Evimiz təmirlidir. Kuxna mebeli, kuxnası var. Stilik kombidir. Evdə nə var? Əşyalar, zatlar hamısı qalacaq. Kuxna mebeli var, kondisioner var. Bax, kuxnada. Bakıxanov Rezidensi binasıdır. 11 mərtəbənin 4-cü mərtəbəsi. 65 kvadrat. Qanuni 2 otaq. Sənədləri də qaydasındadır. İpotekaya da yararlıdır. Evimizi ətraflı çəkirəm ki, bu da yataq otağıdır. Yataq otağından da görürsünüz, bax, balkona çıxışı var. Kuxnadan da çıxışı var, yataq otağından. On bir mərtəbəli yeni tikili binanın 4-cü mərtəbəsi, ideal mərtəbədir. Qiymət də münasibdir. Yəni, hal-hazırda 2 otaq Bakıxanov Rezidensi binalarında 200 mindir. O da tapsan. Bizim qiymət çox münasib. 188 min. Cəmi 188 min. Bax, burada da bir dənə kondisioner var. Evdə 2 dənə kondisioner var. İkisi də saxlanılır. Yəni, evdə olan əşyalar kuxna mebeldir, kondisioner evdə qalacaq. Heç nə götürülməyəcək, lüsurlarda. Allah xeyir versin. Nəsə sualınız olsa ev barədə çəkinmədən zəng eləyin, səhifədə yazın. Yəni, problem yoxdur, narahatçılıq yoxdur. Allah xeyir versin, alana da, satana da. Başqa mənzil barədə nəsə istəyiniz olsa əlaqə saxlanın. Xeyirli olsun.